Salam hər kəsə. Deməli bu videoda mən sizə dayaq hərəkət aparatı, onun şöbələri, həmin şöbələrə aid olan sümüklər və sümük birləşmələri haqqında məlumat vermək istəyirəm. Daha dəqiq isə videonu çəkməkdə məqsədim sümük birləşmələridir. Çünki görürəm ki, bir çoxlarının çətinlik çəkdiyi yerdir. Amma sümük birləşmələrini daha yaxşı başa düşmək üçün gəlin əvvəlcə dayaq hərəkət aparatının şöbələrinə baxaq. Şöbələri hansı sümüklərə aiddir baxaq ki, sümük birləşmələrini daha yaxşı başa düşək. Yəni bir dəfə sümükləri təkrar edək. Deməli, insanın dayaq hərəkət aparatı 3 hissəyə bölünür. Daha doğrusu insan skeleti yenə 3 hissəyə bölünür. Kəllənin sümüyü, gövdənin skeleti, daha doğrusu kəllə skeleti, gövdə skeleti və ətraflar. 3 şöbədir. Birinci başlayaq kəllə skeletindən. Deməli, kəllə skeleti 2 hissəyə bölünür. Baxın, bu üz şöbəsi və beyin şöbəsi. Hansı ki, deməli bu üst hissə gördüyünüz beyindir və üst və arxa tərəf. Ön tərəf kəllənin üst şöbəsidir. Deməli, gəlin görək beyin şöbəsinə hansı sümüklərə aiddir. Belə daha yaxından baxaq. Deməli, bir ədəd alın sümüyü, daha sonra yanlardan təpə və gicgah sümükləri 2 ədəd, təpə və gicgah 2-dir. Və bu içəri tərəfdə gördüyünüz sarı rəngli olan xəlbir sümüyü, mavi rəngli əsas sümük. Baxın, bu içəri tərəfdədir. Mən indi sizə kəllənin belə eninə kəsilin. Baxın, buradan kəsilmiş hissəni göstərəcəm. Orada əsasla xəlbir sümüyü yerini daha yaxşı görürük. Baxın, bu ön tərəfdir. Önə baxan tərəfimizdə bu mavi rəngli alındır. Bu gördüyünüz xəlbir sümüyüdür. Bu gördüyünüz kəpənək formalı olan əsas sümükdür. Yəni kəllə əsası sümüklərindən olan xəlbir və əsas sümük. Bir də bu qapaq sümüklərinə bir də baxaq, yan tərəfdən daha aydın görünür. Bir alın, bir ənsə. 2 təpə, 2 gicgah. Təpə ilə gicgah cüt sümüklərdir. Yerdə qalan alın, ənsə, xəlbir və əsas sümüklər isə tək sümüklər olacaqdır. İndi isə baxaq kəllənin üst şöbəsinə. Deməli, üst şöbəsinin sümüyündən. Buradan baxaq, yuxarıdan başlayaq. 2 ədəd burun sümüyü. Yan tərəflərdə gördüyünüz 2 ədəd göz yaşı, hansı ki, baxın, burundan, burnun arxasında da iç tərəfdə göz yaşı sümüyüdür. Daha sonra, deməli, 2 burun, 2 göz yaşı dedik. Narıncı rəngdə olanlar 2 ədəd üst çənə, 2 ədəd almacıq. Sonra, iç tərəfdə gördüyünüz 2 ədəd aşağı burun balıq qulağı sümükləri. Ortada tək, hansı ki, o burun boşluğunu ortadan ayıran xış sümüyü, tək xış sümüyü, tək alt çənə və bir də şəkildən görünmür, hansı ki, ağzın iç tərəfindədir, damaq və dilaltı sümük. Damaq cütdür, bu iç tərəfdə üstdə. Damaq cütdür, amma dilaltı alt tərəfdə olan tək olacaq. Deməli, tək hansı oldu? Dilaltı, bir dənə alt çənə və bir dənə xış. Xış, dilaltı, alt çənə tək sümüklərdir, yerdə qalan. Burun, göz yaşı, almacıq, aşağı burun, balıq qulağı, üst çənə, damaq sümükləri bunlar cüt sümüklər olacaqdır. Ümumilikdə beyin şöbəsində 8, üst şöbəsində 15 sümük var və beləliklə kəllə skeletində cəmi 23 sümük olacaqdır. Gəlin indi baxaq kəllənin sümüklərinə. Buradan məlumatlar deyim. Deməli, kəllədə bütün sümüklər hərəkətsiz birləşmişdir. Bir dənə istisna alt çənə sümüyü kəllədə olan yeganə hərəkətli sümükdür. Alt çənə hərəkətlidir, yerdə qalan hərəkətsizdir. İndi gəlin görək bu alt çənə, baxın buradan daha aydın görünür. Alt çənə gəlir hara birləşir? Gicgah sümüyünə. Deməli, alt çənə gicgah sümüyü ilə oynaq əmələ gətirir. Bir alt çənə, bir dənə buradan elə bil sağ gicgahla birləşir. Baxın, belə daha aydın görək. Daha doğrusu desək, sağ gicgah burada, sol gicgah burada. Deməli, bir alt çənə həm sağ gicgahla, həm sol gicgahla birləşmiş olur. Burada 2 oynaq oldu. 3 sümük, 2 oynaq əmələ gətirdim. Bir də kəllədə bir oynaq var ki, hansı ki, arxa tərəfdə, burada ənsə sümüyü, aşağıdan, burada daha aydın görünür, gəlin baxaq. Ənsə sümüyü boyun fəqərələrindən birləşmə, yəni necə ki, başımızı rahat tərpədə bilirik. Bax, o kəllə sümüyünün, ənsənin boyunla əmələ gətirdiyi oynaqdır. Deməli, kəllədə, ümumiyyətlə, kəllə sümükləri 3 oynağı əmələ gətirir. Hansıdır? Alt çənə sağ gicgah 1, baxın, alt çənə sağ gicgah 1, alt çənə sol gicgah 2-ci oynaq,
və ənsə boyun 3-cü oynaq. 3 oynaq, 3 oynağı kəllənin sümükləri əmələ gətirir. Amma desək ki, kəllə skeletində yalnız kəllə sümüklərinin iştirakı ilə əmələ gələndirsə, yalnız kəllə sümüyünün iştirakı ilə əmələ gələn oynaq, burada boyun fəqərəsi kəllə sümüyünə aid deyil deyə həmin oynağı götürməyəcəyik, ancaq alt çənənin sağ və sol gicgahla olan 2 oynağını götürəcəyik. Deməli, bu kəllə skeletinə aid məlumatlardır. Daha sonra gəlin keçək gövdə skeletinə. Gövdənin skeleti, baxın, bu hansı ki bədənin bu orta hissəsi oldu. Baxın, baba, burada orta hissə gövdə skeleti olacaqdır. Gövdə skeletinə nə aiddir? Onurğa sütunu, arxadan bu gördüyünüz onurğa sütunu və burada döş qəfəsi kəllənin skeletinə aiddir. Deməli, cəmi gövdə skeletində 58-59 sümük var. Bunun 33-34-ü onurğa sütunudur, 33-34 dənə və yerdə qalan 24 qabırğa və bir döş sümüyü olacaqdır. Deməli, gəlin baxaq fəqərələrə. Buradan baxaq. Deməli, onurğa sütunu dedik 33-34 fəqərədən ibarətdir. Və yadınızda saxlayın, bütün fəqərələr tək sümüklərdir. Hamısı tək sümükdür, onurğada cüt sümük yoxdur. 5 şöbədir. Boyun 7. Buradan görürsünüz, C1-dən C7-yə kimi olan boyun fəqərələrdir. Sonra T1, T12. 12 ədəd döş fəqərələri, 7 boyun, 12 döş, 5 ədəd bel fəqərələri, 5 oma və 4-5 büzdül fəqərələr. Hansı ki, bu şəkildə sırf 4-dür, amma bəzən 5 də ola bilər. Elə 4-5 olur deyə onurğa sütunu 33-34 olacaqdır. Və bütün bu fəqərələrin hamısı qarışıq sümüklərdir. Daha sonra bəs döş qəfəsinə nə aiddir? Uşaqlar bu döş qəfəsində niyəsə bilmirəm, biraz unudurlar və yaxud testləri bəzən çətin seçirlər. Gəlin baxaq döş qəfəsinə. Deməli, döş qəfəsi nədir? Baxın, bu ortada gördüyünüz qabırğa ilə əhatə olunduğu belə qəfəs kimi bir hissədir da, içərisi, hansı ki, ürək ağciyərləri qoruyur. Nə aiddir? Öndən bir dənə döş sümüyü, öndən döş sümüyü, qabırğalar və arxadan isə bu qabırğaların birləşdiyi 12 ədəd döş fəqərəsi. Deməli, 12 döş fəqərəsi, hər fəqərəyə 2 qabırğa birləşir deyə 24 qabırğa, 1 ədəd döş sümüyü. Cəmi döş qəfəsində 37 sümüyümüz var. Daha sonra buradan baxaq. 12 cüt qabırğa var, 24 dənə. 1, 2, 3, 4, 5, 6, 7-ci cüt qabırğalar görürsünüz, gəlir birbaşa döş sümüyünə birləşir. Bunlar olacaq həqiqi qabırğalar, 7 cüt. Öndən döş sümüyünə birləşirlər, arxadan hara? Fəqəriyə, döş fəqərələrinə. 8, 9, 10-cu cüt. Baxın, 8, 9, 10-cu cüt. Öz aralarında birləşir, gəlir 7-ci fəqəriyə birləşir. Daha doğrusu 7-ci qabırğaya birləşirlər. Bunlar isə yalancı qabırğalar. Deməli, öndən 7-ci cüt qabırğaya birləşirlər, arxadan döş fəqərələrinə birləşmiş olurlar. Bir də olur 11 və 12-ci cüt qabırğalar. Bunlar sərbəst və yaxud üzən qabırğalar adlanır. Yalnız, baxın, öndən heç nəyə birləşmirlər, öndən sərbəstdirlər. Arxadan bircə dənə döş sümüyünə daha doğrusu döş fəqərələrinə birləşmiş olurlar. 4 dənəsi arxadan bircə dənə döş fəqərəsinə birləşir və sərbəst qabırğalar adlanır. Daha sonra gəlin indi baxaq. Gövdəyə birləşən sümüklərə ayrıca baxaq. Onurğaya birləşən və döş qəfəsinə birləşən. Gövdəyə birləşən, baxın, bu orta hissəyə nə birləşir? Birinci, yuxarıdan kəlləmiz birləşir. Kəllə nə ilə birləşir? Bir ədəd ənsə ilə. Deməli, gövdəyə bir ədəd ənsə. Sonra qollarımız gövdəmizə birləşir də, düzdür. Qollar nə ilə birləşir? Qollar buradan körpücüklə birləşir. Hansı ki, burada da daha aydın görünür. Baxın, döş qəfəsinə, önünə bu döş sümüyünə gəlir, körpücüklər birləşir. 2 körpücük. Qollar 2 körpücüklə birləşdi və bir də ayaqlar birləşəcək. Nə ilə? 2 çanaqla. Deməli, belə düşünün. Gövdəmiz haradır? Orta hissə. Bura nə birləşir? Başımız 2 qol, 2 ayağımız. Başımız bir ənsə ilə birləşəcək. Qolumuz 2 körpücüklə, ayağımız 2 çanaqla birləşəcəkdir. Gövdəyə cəmi 5 sümük birləşdi.
Bəs dedik, burada onurğa sütunu var, düzdür? Gövdə, onurğa sütunu və döş qəfəsindən ibarətdir. Gəlin görək onurğa sütunla nə birləşir? Bu arxadan görünüşdür. Onurğa sütununu arxadan daha yaxşı seçə bilərik. Deməli, onurğa sütununa nə birləşir? Birinci, yuxarıdan kəlləmiz birləşirmi? Nə ilə birləşir? Bir ədəd ənsə ilə. Daha sonra gəlirik. Baxın, döş fəqərələrinə yandan qabırğalar birləşir. Neçə qabırğamız var? 24. Sonra beldə kənar birləşmə içinə yoxdur. Gəlirik, omada 2 ədəd də çanaq birləşir. Deməli, bir ənsə 24 qabırğa, 2 çanaq. Cəmi onurğaya 27 sümük birləşmiş olur. Bəs döş qəfəsinə? Gəlin, baxaq. Bu döş qəfəsidir. Baxın, əvvəla bir şey nəzərinizə çatdırın. Məsələn, hər hansı bir şöbəyə hansı sümük birləşir deyəndə, həmin şöbənin içindəki sümükləri götürməyin. Məsələn, uşaqlara deyirəm ki, döş qəfəsinə nə birləşir? Bəzən deyirlər ki, qabırğalar. Xeyr, döş sümüyü xeyr. Döş qəfəsi deyəndə qabırğa, belə döş fəqərələr, döş sümüyünü bütöv bir hissə kimi götürün. Bunları bütöv bir hissə kimi götürəndən sonra fikirləşin ki, bunlara başqa nələr birləşir. Tutaq ki, deyirəm ki, ön ətrafın qurşağına, daha doğrusu yuxarı ətrafın qurşağına və yaxud çiyin qurşağına nə birləşir deyəndə bəzən çaşırlar, ya körpücük, ya kürək deyirlər. Xeyr, kürək körpücük çiyin qurşağının içindədir, artıq onu saymırsınız. Onlara nə birləşir, ona baxacaqsınız. İndi döş qəfəsinə gəlin, baxaq. Döş qəfəsi bu orta hissədir, düzdür? Bax, buranı bütöv bir hissə kimi götürsək. Nə birləşir? Buradan kənardan bu birləşməni görürük. İki körpücük, baxın, kürəklə döş qəfəsinin əlaqəsi yoxdur. Kürək döş qəfəsinə birləşmir. Düzdür, şəkildən belə üst-üstə görünür, amma yəni onlar bir-birinə birləşmir. Araları bitişik deyil. Sadəcə iki körpücük. Öndən ayrı birləşmə görmürük. Gələk arxaya. Döş qəfəsi deyəndə bu döş fəqərələri də orada gedir. İndi döş fəqərələrinə bu birinci döş fəqərəsidir. Bu da birləşir. Buradan sonuncu boyunu görürsünüz. Düzdür, 7-ci boyun. Bir də sonuncu döş fəqərəmiz var. Buna nə birləşir? Buradan da birinci bel birləşəcəkdir. Deməli, döş qəfəsidir. İki bu körpücüklə, hansı ki öndən daha yaxşı görünür. İki körpücük. Daha sonra 7-ci boyun, birinci bel. Cəmi döş qəfəsinə 4 sümük birləşdi. Bu da gövdə skeleti. Ayrılıqda gövdə skeletinə də baxdıq, odurğaya da baxdıq, döş qəfəsinə də baxdıq. Bir də, məsələn, hər hansı bir hissə deyir. Məsələn, gövdə olsun, onurğa olsun, döş qəfəsi olsun. Bunlara birləşən sümüklərin tutaq ki, quruluşca növünü istəyir. Birbaşa quruluşca fikirləşməyin ki, bura görən uzun borlu birləşir də, yoxsa qarışıq. Belə düşünməyin. Birinci, düşünün ki, bura hansı sümük birləşir. Sonra həmin sümüklərin növlərini çıxardın. Tutaq ki, döş qəfəsinə quruluşca hansı sümüklər birləşir? Tez birinci fikirləşirim. Döş qəfəsinə nə birləşir? Körpücük və fəqərələr. Sonuncu boyun, birinci böl. Elə körpücük də, fəqərələr də hamısı qarışıq sümükdür. Və yaxud onurğaya quruluşca hansı sümüklər birləşir? Ənsə idi, qabırğalar idi, çanaqdır. Elə ənsə də yastıdır, qabırğalar da yastıdır, çanaq da yastıdır. Yəni, belə düşünün. Birinci, quruluşca növ istəyəndə, birinci o sümüklər hansıdır, onu yadınıza salın. Sonra həmin sümüklərin quruluşca növünü düşünərsiniz. Bu da oldu bizim gövdə skeletimiz. Onurğa sütununa da baxdıq. Deməli, daha sonra döş qəfəsinə də baxdıq. Daha sonra onurğadan bir də bir məlumat da çatdırmaq istəyirəm sizə. Sümük birləşmələri. Gəlin ayrılıqda ayrı-ayrı fəqərələrə baxaq. Baxın, boynun fəqərələri sadəcə iki sümüklə birləşir. Məsələn, birinci boyun yuxarıdan əlsə, aşağıdan ikinci boyun. İkinci boyun yuxarıdan birinci boyun, aşağıdan üçüncü boyun. Beləliklə, boyun fəqərələri iki sümüklə birləşir. Döşə gəlsək. Döşdə yuxarı fəqərə, aşağı fəqərə, yanlara qabırğa. Cəmi oldu 4 sümük. Döşün fəqərələri 4 sümüklə birləşir. Beldə bu çıxıdılar fəqərələrə çıxıdılardır. Yəni, belə kənardan birləşmə yoxdur. Ancaq üstdən fəqərə, altdan fəqərə. Sadəcə 2 sümük birləşir. Omaya gələndə, omada, deməli, omanın 5 fəqərəsi var. Birinci və ikinci fəqərələr, bunlar çanağa birləşir. Yəni, omanın 5-i də çanağa birləşmir. Bir dəqiqə mən
Görüm şəkil tapa bilirəmmi? Oradan daha aydın göstərim. Buradan baxsaq, baxın, oma baxın, bu hissələrdir. Burada birinci və ikinci fəqərələr çanaq sümüyünə birləşir. Birinci və ikinci yerdə qalan deməli neçə qalır? 3 fəqərə qalır. Onlar 2 sümüklə birləşir. Amma bu birinci, ikinci fəqərələr üstdən fəqərə, altdan fəqərə, yanlardan çanaq 4 sümüklə birləşmiş olur. Yerdə qalan büzdüm. Sonuncunu çıxmaq şərti ilə qalanı, baxın burada aydın görürsə də bilmirəm. Hə, düzəldi. Sonuncunu çıxmaq şərti ilə qalanı 2 sümükdür. Ancaq ən sonuncu artıq bundan aşağı heç nə yoxdur. Bir dənə üstə var. Ən sonuncu olacaq 1 sümük. Deməli, bir də təkrar eləyirəm. Aha, gəlin baxaq. Boyunlar 2 sümüklə üstdən altdan fəqərə və yaxud buradan üstdən ənsə altdan fəqərə 2 sümük. Döş fəqərələri 4 sümük. Bel 2 sümük. Omada ikisi 4 sümük, yerdə qalan 3'ü 2 sümük. Büzdümdə sonuncun çıxmaq şərti ilə 2 sümük, sonuncu isə 1 sümüklə birləşmiş olacaqdır. Sonra burada birinci, ikinci boyun fəqərələri hərəkətli birləşir. Yerdə qalan 5 boyun, döş və bel yarım hərəkətlidir. Omanın və büzdümün fəqərələri isə hərəkətsiz birləşmə əmələ gətirir. Daha sonra İndi isə keçək ətrafların skeletinə. Gəlin, başlayaq yuxarı ətrafdan. Deməli, hər bir ətraf, yuxarı ətrafda, aşağı ətrafda sərbəst və qurşaq hissədən ibarətdir. Yəni, bir dənə bu gözlə gördüyümüz qol, bədəndən xaricə çıxan, bir də bu qolun daxili hissəsi və yaxud xaricə çıxan ayaq sərbəstsə və bu ayağın daxili hissəsi var da, hansı ki, oradan bir sümüklə bir daxilə möhkəmlənməlidirmi? Elə sallaq vəziyyətdə dura bilməz ki. Bir də daxili hissəsi. Yəni, daxili hissəsi qurşaq hissə, xarici hissəsi sərbəst hissə olacaqdır. Baxın, yuxarı ətraf qurşağımıza, bir dənə yuxarı ətrafın şəklini tapın. Hə. Yuxarı ətraf qurşağımıza nələrə aiddir? Gəlin, baxaq. Deməli, 2 körpücük, 2 kürək. Bu qurşaq sümüyüdür. Bu birisi tərəfdə də eyni onun kimi. Ona görə 2 körpücük, 2 kürək. Bu. Sərbəst hissəmiz nədir? 1 bazu, 2 said, hansı ki, mil və dirsək sümükləri. 2 said. Sonra, nə var burada? Əl pəncəsi sümükləri. Əl daraq arxası, burada 8 dənə sümük əl daraq arxası. Sonra bu 5 dənə əl darağı və barmaq falanqaları 14 dənə. 4 dənə barmağımız 3 falanqalıdır. Bu baş barmağımız 2 falanqalıdır. Ona görə 14 falanqa eləyəcəkdir. Deməli, sərbəst hissəni bir də sayıram. 1 bazu, 2 said, hansı ki, mil və dirsək sümükləri. 8 əl daraq arxası. 5 əl darağı, 14 barmaq falanqaları. Bunlar isə sərbəst hissənin sümükləridir. İndi gəlin bunun birləşməsinə baxaq. Baxın, bu şəkildə öndən göstərim. Yuxarı ətrafımıza nə aid olur? Kürək, körpücük və sərbəst hissənin sümükləri. Kürək, daha doğrusu körpücük. Körpücük bir dənə döş sümüyünə birləşir. Dəqiqə aydınlaşdırım. Hə. Buradan körpücük öndən 2 körpücük, ikisi də bir dənə döş sümüyünə birləşir. Deməli, döş sümüyünə körpücük, körpücük kürəyə birləşir. Baxın, bunu burada aydın görəcəyik. Baxın, körpücüklə bazunun birbaşa əlaqəsi yoxdur. Burada bir dənə döş sümüyü oldu mu? Bir döş sümüyü. Döş sümüyündən sonra gəlir körpücük. Körpücük kürəyə birləşir. Kürək bazuya birləşir. Baxın, bu birləşməni buranı ən çox səhv salınan yerdir. Yadınızda saxlayın. Körpücük kürəyə, kürək bazuya. Yəni, bazu ilə körpücüyün əlaqəsi yoxdur. Və yaxud kürəklə döş sümüyünün əlaqəsi yoxdur. Kürək arxadadır, döş sümüyü öndədir. Belə birləşdi mi? Bazu bunun ikisinə də birləşir. Mil və dirsəyə. Deməli, baxın, bazu neçə sümüyə birləşdi? 1 kürək, 2 də buradan mil, dirsək. Cəmi 3 sümüyə birləşdi. Kürək neçə sümüyə birləşdi? 1 bazuya, 1 körpücüyə, 2 sümüyə. Körpücük neçə sümüyə birləşdi? Buradan döş sümüyü, buradan kürəyə. Yenə 2 sümüklə birləşmiş olur. Və yaxud desə, çiyin qurşağı
neçə sümüklə birləşir? Çiyin qurşağı deyəndə iki kürəyi, iki körpücüyü bir yerdə götürürsünüz. Baxın, tez düşünün, çiyin qurşağı, iki kürək, iki körpücük. Bunu götdük. İndi gəlin görək bura nə birləşir? Bir düşünək. Körpücüklər öndən bir dənə döş sümüyünə birləşir. Düzdür? Bir döş sümüyü. Baxın, bu ikisini və bu ikisini bir yerdə götürmüşük. Öndən bir dənə döş sümüyünə, buradan da iki bazuya. Yəni çiyin qurşağına 3 sümük birləşmiş olur. Sonra kürək də özü təhlikdə 2 sümüklə, döş sümüyü bazu, daha doğrusu körpücük, üzr sayın. Körpücük, döş sümüyü və kürək. Deməli, bir körpücük döş sümüyünə və kürəyə birləşmiş olur. Kürək körpücüyə və bazuya birləşmiş olur. Bazu bir kürəyə, altdan 2 dənə də saydın sümüklərinə birləşmiş olur. Ondan sonra bilək sümükləri gəlir. Yəni, əldaraq arxası, daraqlar, falanqalar. Bu bizim yuxarı ətrafımızın sümükləri. Daha sonra ümumiyyətlə, yuxarı ətrafın skeleti desə, yəni yuxarı ətrafı sərbəstli qurşaqlı bir yerdə götürsə, yuxarı ətrafımız, baxın, bunu bütöv bir hissə kimi götürdük. Bu bir hissə. Bura nə birləşir? Buradan bircə dənə daha doğrusu döş sümüyü birləşmiş olacaqdır. Deməli, yuxarı ətrafın skeletinə bir sümük, döş sümüyü birləşir. İndi isə gəlin baxaq aşağı ətrafımızın skeletinə. Deməli, aşağı ətrafda qurşaq və sərbəst hissədən ibarətdir. Qurşaq hissəmiz 2 çanaq sümüyüdür. Deməli, yuxarı ətrafın qurşağı 4 sümükdür, aşağı ətrafın qurşağı 2 sümükdür, 2 çanaq. Və çanaq sümüyü 2 dənədir. Çoxu bunu 1 kimi götürür. 2 çanaq sümüyü var. Sərbəst hissəmiz hansıdır? Bud, bir bud. Baldır sümükləri, hansı ki, qamış və incik sümüyü. Ayaq darağı arxası, ayaq darağı və barmaq falanqaları. Baxın, burada ayağımız daha aydın görünür. Baxın, buradan belə bir xətt qələm də çəkmir. Burada 7 dənə ayaq darağı arxası sümüyü var. 5 dənə ayaq darağı, 14 dənə barmaq falanqalarımız olacaqdır. İndi gəlin baxaq sümüklərin birləşməsinə. Buradan baxaq. Çanağımız, baxın, bir çanaqdan söhbət edirəm, bir çanaq. Yaxud, məncə bu şəkil daha aydındır. Gəlin baxaq bu şəkildən. Çanağımız hansı sümüklə birləşir? Bu bir dənə çanaq. Buradan oma fəqərələrinə birləşir. 2 ədəd oma fəqərəsinə. Sonra gəlir öndən digər çanağa və bir də bud sümüklə. Deməli, çanaq nə ilə birləşdi? Digər çanaq, fəqərələr və bud sümüyü ilə birləşmiş olacaqdır. Bəs desə ki, aşağı ətrafın qurşağı neçə sümüklə birləşir? Artıq 2 çanağı bütöv götürəcəyik. Yəni, onda deməyəcək digər çanaq. 2 çanağı bütöv götürürük. İndi nə ilə birləşəcək? 2 fəqərə, buradan oma fəqərələri və 2 ədəd bud sümüyü ilə birləşmiş olacaqdır. Deməli, bir çanağa da baxdıq, bütöv çanaq qurşağına da baxdıq. Bud sümüyümüz yuxarıdan çanaqla birləşir. Burada, baxın, aşağıda. Bayaq bazuda, aşağıda o saydın 2 sümüyü ilə birləşirdi. Millə də, dirsəkdən də. Amma bud belə deyil. Bud sadəcə qamış sümüyü ilə birləşir. Baxın, arxadan görünüşə baxın, buradan daha aydın görünür. Görürsünüz, incik budu görmür. İnciyin budla əlaqəsi yoxdur. Buda birləşən qamış sümüyüdür. Baxın, bu qamış sümüyü buda birləşir. Yəni, bayaq bazuda yuxarıdan kürəkdir, aşağıdan 2 sümüyüdür. Burada yuxarıdan 1 çanaq, aşağıdan 1 qamış sümüyünə birləşmiş olacaqdır. Və bu baldırdan sonra da gəlir daraq arxası, daraq və falanqalar. Və baxın, bir də burada aşağı ətrafımızda olacaq diz sümükləri də, bunu da yadınızda saxlayın. Hansı ki, skeletdə çəkmir yadını, amma aşağı ətrafımız desə, burada diz sümükləri də olacaq. Bu da aşağı ətraf və onun birləşmələri.